Salam dostlar. Bugün qəbul imtahanında fizika fənnini öyrənərkən sizə lazım olacaq əsas riyazi yazılışlar və düsturları birlikdə təkrar edəcəyik. Bu anlayışları yaxşı bilməyiniz fizika məsələlərinin həllərini daha da asan edəcək. Elə isə başlayaq. Fizikada düsturlardan istifadə edərkən fiqurların sahəsini bilməyimiz çox vacibdir. Gəlin ən çox istifadə olunan fiqurların sahə düsturlarını qısa şəkildə xatırlayaq. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Əgər kvadratın bir tərəfini A hərfi ilə işarə etsək, kvadratın sahəsi S bərabərdir A kvadratı düsturu ilə hesablanır. Düzbucaqlının uzunluğunu A hərfi ilə, N-ni B hərfi ilə işarə etsək, sahəsi uzunluqla N-in hasilinə bərabərdir. Düzbucaqlı üçbucaqda katetləri A və B ilə işarə edək. O zaman düzbucaqlı üçbucağın sahəsi katetlərin hasilinin yarısına bərabər olacaq. Trapeziyada paralel tərəfləri A və B ilə işarə edək. Hündürlüyü də H hərfi ilə işarə etsək, onda trapeziyanın sahəsi S bərabərdir. A üstəgəlsin B bölünsün 2 vurulsun H düsturu ilə tapılır. Dairənin radiusunu R hərfi ilə işarə edək. Diametrini isə D hərfi ilə işarə edək. Diametri 2 radiusa bərabərdir. Buradan alırıq ki, radius diametrin yarısına bərabərdir. Dairənin sahəsi S bərabərdir pi R kvadratı düsturu ilə hesablanır. Əgər radiusu diametrlə əvəz etsək, olacaq pi D-nin kvadratı bölünsün 4. Üçbucağın sahəsini tapdıqda tərəf və həmin tərəfə çəkilən hündürlüyü çəksək, A tərəfinə çəkildiyinə görə H ilə işarə edirik. O zaman sahə bərabər olacaq 2də 1 vurulsun A vurulsun HA. Sahənin vahidi kvadrat metrdir. Amma siz santimetr kvadrat, millimetr kvadrat, desimetr kvadrat, kilometr kvadrat kimi vahidlərlə də qarşılaşa bilərsiniz. Belə olduqda siz həmin vahidləri metr kvadratına çevirməlisiniz. Gəlin baxaq. 1 metrimiz 100 santimetrdir. 100 santimetri yazırıq 10 üstü 2 santimetr. Əgər 1 metrimiz 10 üstü 2 santimetrdirsə, onda 1 santimetrimiz 10 üstü mənfi 2 metr olacaq. 1 metrimiz 1000 millimetrdir. 1000 millimetri yazırıq 10 üstü 3 millimetr. Onda 1 millimetrimiz olacaq 10 üstü mənfi 3 metr. 1 metrimiz 10 desimetrdir. Elə bu 10 üstü 1-dir, belə də saxlaya bilərik. Onda 1 desimetrimiz 10 üstü mənfi 1 metr olacaq və yaxud da ki 0,1 metr kimi də yaza bilərsiniz. 1 kilometrimiz 1000 metrdir. Yəni 10 üstü 3 metrdir. Onda 1 metrimiz 10 üstü mənfi 3 kilometrdir. Gəlin indi yazdıqlarımızı tətbiq eləyək. 1 santimetr kvadratı, baxırıq. 1 santimetrimiz 10 üstü mənfi 2 metrdirsə, artıq kvadratı olanda olacaq 10 üstü mənfi 4 metrin kvadratı. 1 millimetr kvadratı. Baxırıq. 1 millimetrimiz 10 üstü mənfi 3 metrdir. Kvadratı olacaq 10 üstü mənfi 6 metrin kvadratı. 1 desimetrin kvadratı. 1 desimetrimiz 10 üstü mənfi 1 metrdirsə, kvadratı olacaq 10 üstü mənfi 2 metrin kvadratı. Və yaxud da 1 kilometr kvadratını metrin kvadratına çevirək. 1 kilometrimiz 10 üstü 3 metrdirsə, kvadratı olacaq 10 üstü 6 metrin kvadratına. Gəlin buna aid bir nümunə də yazaq. 500 santimetr kvadratını çevirək metrin kvadratına. Yazırıq 500. 1 santimetrin kvadratı 10 üstü mənfi 4 metr kvadratıdır. 10 üstü mənfi 4 metr kvadratı.
Bu da bizə verəcək 5 vurulsun 10 üstü mənfi 2 metrin kvadratı. Və yaxud da belə yaza bilərsiniz. 0,5 metrin kvadratına. Bir dənə də millimetr kvadratına aid nümunə yazaq. Məsələn, 1200 millimetrin kvadratını çevirək metrin kvadratına. Yazırıq 1200 millimetrin kvadratı 10 üstü mənfi 6 metr kvadratıdır. 10 üstü mənfi 6 metr kvadratı bərabər olacaq 12 vurulsun 10 üstü mənfi 4 metrin kvadratına. Və yaxud da onluq kəsr şəklində yazsanız 0,0012 metrin kvadratı. İndi isə keçək fiqurların həcmlərinə. İlk olaraq kubdan başlayaq. Bildiyimiz kimi kubun bütün tilləri bir-birinə bərabərdir. Əgər kubun bir tilini A hərfi ilə işarə etsək, onda kubun həcmi V bərabərdir A kubu düsturu ilə hesablanır. Əgər kubun tili 4 cm olarsa, onda kubun həcmi V bərabərdir 64 kub santimetr olacaq. Əgər kubun tilini 2 dəfə artırsaq, onda həcmi 2-nin kubu qədər artacaq, yəni 8 dəfə artmış olacaq. İndi isə silindrə baxaq. Silindrin oturacağını sahəsini S hərfi ilə işarə edək, silindrin hündürlüyünü isə H hərfi ilə işarə edək. O zaman silindrin həcmi V bərabərdir S vurulsun H şəklində olacaq. Silindrin oturacağı dairə formasında olduğuna görə sahənin yerinə PR kvadratı və yaxud PD kvadratı bölünsün 4 düsturunu yazsaq, onda həcmimiz PR kvadratı vurulsun H və yaxud da PD kvadratı bölünsün 4 vurulsun H şəklində olacaq. Kürənin radiusunu R hərfi ilə işarə edək. Kürənin həcmi V bərabərdir 3/4 pi R kubu düsturu ilə hesablanır. Əgər kürənin radiusunu 3 dəfə artırsanız, onda həcmi 3-ün kubu qədər artacaq. Yəni 27 dəfə artmış olacaq. Düzbucaqlı prizmaya keçək. Düzbucaqlı prizmanın enini A hərfi ilə, uzunluğunu B hərfi ilə, hündürlüyünü də H ilə işarə edək. Onda həcm olacaq A vurulsun B vurulsun H şəklində. Keçək həcm vahidlərinə. Həcmin əsas vahidi metr kubudur. Amma bundan əlavə vahidlər də var. Santimetr kub, desimetr kub, millimetr kub, litr, millilitr. Məsələnin şərtindən asılı olaraq bu vahidlərlə rastlaşdıqda onları çevirəcəyik metrin kubuna. 1 santimetrimiz 10 üstü mənfi 2 metrdir. Onda 1 santimetrin kubunu çevirəndə 10 üstü mənfi 2-nin kubunu götürəcəyik. Olacaq 10 üstü mənfi 6 metrin kubu. 1 desimetrimiz 10 üstü mənfi 1 metrdir. Onda 1 desimetrin kubu olacaq 10 üstü mənfi 3 metr kubu. 1 millimetr 10 üstü mənfi 3 metrdir. Onda 1 millimetrin kubu olacaq 10 üstü mənfi 9 metr kubu. 1 metr kubumuz 1000 litrə bərabərdir. Yəni 10 üstü 3 litrə bərabərdir. Onda 1 litrimiz olacaq 10 üstü mənfi 3 metrin kubuna. 1 litrimiz 10 üstü 3 millilitrə bərabərdir. Onda 1 millilitri biz litrə çevirsək, olacaq 10 üstü mənfi 3 litr. Bu ifadəni də metr kubuna çevirsək, 1 litrimiz 10 üstü mənfi 3 kub metr olduğuna görə, olacaq 10 üstü mənfi 6 metr kub. İndi baxaq. 1 santimetrin kubu 10 üstü mənfi 6 metr kubudur. 1 millilitrdə 10 üstü mənfi 6 metr kubudur. Onda biz buradan alırıq ki, 1 kub santimetr bərabərdir 1 millilitrə. Daha sonra 1 litrimiz 10 üstü mənfi 3 metr kubudur. 1 desimetr kubu da 10 üstü mənfi 3 metr kubudur. Buradan nə nəticə çıxarırıq? 1 desimetrin kubunu bərabərdir elə 1 litrə. İndi gəlin bu yazdıqlarımıza aid bir-iki nümunə yazaq. 400 litri çevirən metrin kubuna. Baxırıq ki, 1 litrimiz 10 üstü mənfi 3 metr kubudur. Onda yazırıq 400 vurulsun 10 üstü mənfi 3 kub metr. Bu da bizə verir 0,4 metr kubu.
və yaxud 200 millimetr kubunu çevirək metr kubuna. 1 millimetr kub 10⁻9 kub metrə bərabərdir. Onda yazırıq 200 vurulsun 10⁻9 metr kubu. Bu da bizə verir 2 vurulsun 10⁻7 metr kubuna. İndi isə keçək skalyar və vektorial cəmiyyətlərə. Fizikada cəmiyyətlər əsasən iki qrupa bölünür. Skalyar cəmiyyətlər, vektorial cəmiyyətlər. Skalyar cəmiyyətlər elə cəmiyyətlərdir ki, onlar yalnız ədədi qiymətə malikdir. Məsələn, kütlə, həcm, zaman, temperatur, uzunluq skalyar cəmiyyətlərdir. Bu cəmiyyətləri ifadə etmək üçün rəqəm və vahid kifayətdir. Məsələn, bir cismin kütləsi 60 kiloqramdır. 60 rəqəm kiloqramda vahid və yaxud da deyirik ki, otağın temperaturu 300 Kelvindir. Burada 300 rəqəmdir, Kelvində temperaturun əsas vahididir. Vektorial cəmiyyətlər isə həm ədədi qiyməti, həm də istiqaməti olan cəmiyyətlərdir. Sürət, təcil, qüvvə vektorial cəmiyyətlərdir. Gəlin nümunəyə baxaq. Məsələn, deyirik ki, avtomobilin sürəti saatda 60 kilometrdir. Bu 60 yalnız sürətin qiymətidir. Ancaq tam məlumat vermək üçün biz onun hansı istiqamətə hərəkət etdiyini də deməliyik. Məsələn, saatda 60 kilometr sürətlə hərəkət eləyir. Hansı istiqamətdə hərəkət eləyir? Şərqi istiqamətində, qərbi istiqamətində, şimala doğru və yaxud cənuba doğru hərəkət edir. Deməli, sürəti tam ifadə etmək üçün onun həm ədədi qiymətini bilməliyik, həm də onun istiqamətini göstərməliyik. Skalyar və vektorial cəmiyyətlərlə tanış olduq. İndi isə beynəlxalq vahidlər sistemində olan 7 əsas fiziki cəmiyyət və onların vahidləri ilə tanış olaq. Uzunluq vahidi metrdir. Kütlə vahidi kiloqram, zaman vahidi saniyə, temperaturun vahidi Kelvin, cərəyan şiddətinin vahidi amper, maddə miqdarı mol, işıq şiddətinin vahidi isə kandeladır. 7 əsas fiziki cəmiyyət mövcuddur. Biz bugün bu cəmiyyətlərdən uzunluq, kütlə, zaman və temperaturu ilə tanış olacağıq. Başlayaq uzunluqdan. Uzunluq L hərfi ilə işarə olunur. Skalyar cəmiyyətdir. Uzunluğu ölçmək üçün xəttkeşlə, ölçü lentindən istifadə edə bilərik. Həmçinin ruletkadan da istifadə edə bilərik. Vahidi qeyd etdiyimiz kimi beynəlxalq sistemdə metrdir. Amma sistemdən kənar vahidlərdə mövcuddur. Kilometr, santimetr, millimetr, desimetr. Videonun əvvəlində bunlara toxunduğumuza görə bunun üzərindən keçirik. Keçək ikinci cəmiyyətimizə kütlə. Kütlə M hərfi ilə işarə olunur. Vahidi kiloqramdır. Skalyar cəmiyyətdir. Ölçü cihazı isə tərəzidir. Kütlənin də sistemdən kənar vahidləri var. Məsələn, ton, qram, milliqram. 1 ton 10⁻³ kiloqrama bərabərdir. Yəni 1000 kiloqrama bərabərdir. 1 kiloqram 1000 qrama bərabərdir. Onda 1 qramımız 10⁻³ kiloqramdır. Yəni 1000-də 1 kiloqram. 1 qramımız 1000 milliqramdır. Onda 1 milliqram olacaq 10⁻³ qram. 1 qramımız da 10⁻³ kiloqram olduğuna görə onda 1 milliqram olacaq 10⁻6 kiloqram. Gəlin indi bunları tətbiq edək. Yazaq 0,2 ton. 0,2 tonu kiloqrama çevirmək üçün yazırıq 0,2 vurulsun 1000 kiloqram. Bərabər olacaq 200 kiloqrama. Və yaxud yazaq 200 qramı çevirək kiloqrama. Yazırıq 200 vurulsun 10⁻³ kiloqram. Bu da bizə verəcək 0,2 kiloqram. Yazaq 1200
milliqramı çevirək kiloqrama. Yazırıq 1200 vurulsun 10 üstü mənfi 6 kiloqram. Bu da bizə verəcək 12 vurulsun 10 üstü mənfi 4 kiloqram. Əgər onluq kəsir şəklində yazsaq, olacaq 0,0012 kiloqrama. Növbəti kəmiyyətimiz zamandır. Zaman T hərfi ilə işarə olunur. Vahidi qeyd etdiyimiz kimi saniyədir. Skalyar kəmiyyətdir. Zamanı ölçən cihaz isə saniyə ölçəndir. Zamanın da sistemdən kənar vahidləri mövcuddur. Bunlar saat, dəqiqə və millisaniyədir. Bir saatımız 3600 saniyədir. Həmçinin sutkanı da buraya əlavə edə bilərik. Onda bir saniyəmiz olacaq 1 bölünsün 3600 saat. Bir dəqiqəmiz 60 saniyədir. Onda bir saniyəmiz olacaq 1 bölünsün 60 dəqiqə. Bir saniyəmiz 1000 millisaniyədir. Onda 1 millisaniyəmiz olacaq 10 üstü mənfi 3 saniyə. Gəlin bunu nümunələrə tətbiq edək. Yazaq məsələn 200 millisaniyə. 200 millisaniyəni saniyəyə çevirəndə yazırıq 200 vurulsun 10 üstü mənfi 3 saniyə. O da bərabər olacaq 0,2 saniyə. Və yaxud 0,2 saatı çevirək saniyəyə. Yazırıq 0,2 vurulsun 3600 saniyə. Bu da bərabər olacaq 720 saniyəyə. Və yaxud 20 saniyəni çevirək dəqiqəyə. Baxırıq ki, 1 saniyəmiz neçə dəqiqədir? 60'da 1 dəqiqədir. Onda yazırıq 20 vurulsun 60'da 1. Bu da bərabər olacaq 3'də 1 dəqiqəyə. Dördüncü kəmiyyətimiz temperaturdur. Temperatur T hərfi ilə işarə olunur. Vahidi qeyd etdiyimiz kimi Kelvindir. Ölçü cihazı termometrdir və skalyar kəmiyyətdir. Temperaturun da sistemdən kənar vahidləri var. Bunlar Selsi və Farenheitdir. Selsi belə işarə olunur, T dərəcə Selsi. Farenheit isə belə işarə olunur, T dərəcə Farenheit. Kelvin isə belə işarə olunur. Kelvin ilə Selsi arasındakı asıllıq düsturu belədir. T Kelvin bərabərdir, T dərəcə Selsi üstə gəlsin 273. Məsələn, havanın temperaturu deyək 36 dərəcə Selsidir. Onda bunu Kelvinə çevirsək, yazacağıq 36 üstə gəlsin 273. Bərabər olacaq 309 Kelvinə. Selsi ilə Farenheit arasında əlaqə mövcuddur. T dərəcə Farenheit bərabərdir 5'də 9 T dərəcə Selsi üstə gəlsin 32. Buna aid nümunə yazaq. Normal atmosfer təzyiqində uzun ərimə temperaturu 0 dərəcə Selsidir. Bu temperaturu Farenheit ilə ifadə edək. Yazırıq T dərəcə Farenheit bərabərdir 5'də 9 vurulsun 0 üstə gəlinsin 32. Bu da bərabər olacaq 32 dərəcə Farenheit. İndi isə törəmənin bəzi sadə qaydalarına baxaq. Sabit ədədin törəməsi həmişə 0-a bərabərdir. Məsələn, 5'in törəməsi 0-a bərabərdir. T dəyişəninin törəməsi həmişə 1-ə bərabərdir. Onda biz yazsaq 5T-nin törəməsi 5 əmsal olduğu kimi saxlanılacaq. T-nin də törəməsi 1-ə bərabər olduğuna görə cavab olacaq 5. T üstü N-in törəməsini tapanda N gəlir önə, vurulsun, üstdən bir dənə çıxırıq. Yazaq T kvadratının törəməsi. T-nin üstündəki 2 gələcək önə, T-nin üstündən bir dənə çıxacaq. Olacaq 2T. İndi yazaq 4T kvadratının törəməsi. Yazırıq 4 olduğu kimi qalır öndə. T'nin üstündəki 2 gəlir vurulur öndəki əmsala. Üstdən bir dənə çıxılır. 2 çıxılsın 1. Bərabər olacaq 8T'yə.
İndi bu qaydaları bir ifadəyə tətbiq edək. Yazaq x bərabərdir 5 üstə gəlinsin 2t üstə gəlinsin 3t kvadratı. X-dan teoremi alırıq. Yazırıq 5 üstə gəlinsin 2t üstə gələk 3t kvadratının teoreməsi. Hər birindən ayrı-ayrılıqda teoremi alacağıq. 5-in teoreməsi 0-dır. 2t'nin teoreməsi 2-dir. 3t kvadratının da teoreməsi 2 vurulur öndəki əmsala. Üstdən bir dənə çıxılır. Qalır 6t. Gətirək qoyaq yerinə 0 üstə gəlinsin 2 üstə gəlinsin 6t. Bərabərdir 6t üstə gəlinsin 2. Fiziki kəmiyyətlər arasındakı qrafik asıllıqlara baxaq. Birinci, y bərabərdir kx düz mütənasib asıllıqdır. Burada k mütənasiblik əmsalıdır. X neçə dəfə artarsa, y də eyni qədər artır. Yəni, əgər biz x-i 2 dəfə artırırıqsa, y də 2 dəfə artır. Qrafikimiz olur koordinat başlanğıcından keçən düz xətt. İkinci qrafik tərs mütənasib asıllıqdır. Burada x-in qiyməti artdıqca, y-in qiyməti azalır. Amma eyni qədər azalır. X əgər 2 dəfə artıbsa, y burada 2 dəfə azalır. Qrafikimiz olacaq hiperbola. Növbəti qrafikimiz kvadratik asıllıqdır. Burada x-in qiyməti artdıqca, y-in də qiyməti artır. Amma kvadratik artır. Yəni, x 2 dəfə artanda, y 4 dəfə artır. Qrafikimiz parabola olacaq. Dördüncü qrafik kökaltı asıllıq qrafikidir. Burada x-in qiyməti artdıqca, y-in qiyməti artır. Əvvəlcə sürətlə artır, sonra zəifləyir. Qrafikimiz bu formada olacaq. Beşinci, y bərabərdir k bölünsün x kvadratı funksiyasıdır. Burada x-in qiyməti artdıqca, y-in qiyməti azalır. Amma ikinci qrafikdən bir fərqi var. X-in qiyməti 2 dəfə artanda, y-in qiyməti 4 dəfə azalır. Bu qrafik də hiperbolaya bənzəyir, amma hiperbola deyil. Çünki düsturları fərqlidir. Altıncı isə y bərabərdir k bölünsün kökaltı x funksiyasıdır. Burada da x-in qiyməti artdıqca, yenə də y-in qiyməti azalır. Amma əgər x-in qiymətini 4 dəfə artırmışıqsa, y-in qiyməti 2 dəfə azalacaq. Bu qrafik də hiperbolaya bənzəyir. Bu qrafikləri yadda saxlamaq çox önəmlidir. Çünki din məsələlərində biz bu qrafiklərdən çox istifadə edəcəyik. İndi isə keçək proyeksiyaya. Vektorun proyeksiyası dedikdə, onun koordinat oxları üzərindəki qiyməti nəzərdə tutulur. Yəni, vektoru ayrı-ayrılıqda x və y oxları üzrə hissələrə ayırırıq. X ox üzrə proyeksiyasına ax deyirik, y ox üzrə proyeksiyasına isə ay deyirik. Birinci şəkildə vektor yalnız sağa istiqamətlənib, yəni onun y üzrə dəyişməsi yoxdur. Y üzrə dəyişməsi yoxdursa, y üzrə proyeksiyası olacaq 0. X üzrə proyeksiyasını tapanda vektorun sonundan vektorun əvvəlini çıxırıq. Yəni 3-dən 1-i çıxırıq, bərabər olacaq 2. Bu A vektorunun x üzrə proyeksiyası olacaq 2. Keçək ikinci şəklə. İkinci şəkildə yazırıq ay bərabərdir. Vektorun sonundan 4-dən vektorun əvvəlini çıxırıq. Yəni 4 çıxılsın 1 bərabərdir 3. X üzrə proyeksiyası isə 0 olacaq. Çünki x üzrə heç bir dəyişmə yoxdur. Keçirik üçüncü şəklə. Üçüncü şəkildə hər iki ox üzrə proyeksiyası olacaq. Baxın, y üzrə proyeksiyası olacaq bu. Buna deyəcəyik ay. X üzrə proyeksiyası olacaq bu. Bu olacaq ax. Ay2 tapanda yazacağıq. Ay bərabərdir. Ay2-in sonu neçədir? 1. Əvvəli neçədir? 3. 1 çıxılsın 3 bərabərdir -2. İndi x üzrə proyeksiyanı yazaq. Ax bərabərdir. X-in sonu 1-dədir. Yazırıq 1 çıxılsın. Əvvəli isə 4-dədir. 1 çıxılsın 4 bərabərdir -3. Dördüncü şəkildə vektorun istiqamətini dəyişək. İndi onu x və y oxları üzrə proyeksiyaya ayıraq. X oxu üzrə proyeksiyamız olacaq bu. Ax. Y oxu üzrə proyeksiyamız olacaq bu. Ay.
Yazırıq AX bərabərdir. Vektorun sonundan 3-dən çıxırıq vektorun əvvəlini, yəni 1-i bərabər olacaq 2-yə. AY-i tapanda vektorun sonundan, yəni 3-dən çıxırıq vektorun əvvəlini, yəni 1-i bərabər olacaq 2-yə. İndi isə keçək faizlə bağlı ən çox istifadə olunan qaydalara. Əgər hər hansı bir kəmiyyət 20% artırsa, onun qiyməti əvvəlki qiymətinin 1,2 misli olur. 100% həmişə varımızdır. 20% artanda olur 120%. 120%-i də 100-ə böləndə olur 1,2. Məsələn, deyirik ki, cismin kütləsi 20% artdı. Onda yazırıq ki, M2 bərabərdir 1,2 M1. Və yaxud cismin kütləsi deyirik 200% artdı. 200% artdısa 100% varımız idi. İndi 200% artıb olub 300%. Bu deməkdir ki, M2 bərabərdir 3 M1. Və yaxud kəmiyyət 20% azalırsa. 20% azalırsa, o zaman əvvəl 100% idi, indi olub 80%. Yəni, qiyməti əvvəlki qiymətin 80%-i 0,8 misli olur. Onda yazırıq ki, M2 bərabərdir 0,8 M1-ə. Kəmiyyətin artması və azalması. Faizlə artma və azalma ilə dəfə artma və azalmanı bir-birinə qarışdırmayın. Əgər kəmiyyətin qiyməti 2 dəfə artırsa, məsələn, cismin kütləsi 2 dəfə artırsa, onda yazırıq ki, M2 bərabərdir 2 vurulsun M1. Və ya 2 dəfə azalırsa, onda yazırıq ki, M2 bərabərdir M1 bölünsün 2. Buradan da yazarıq M1 bərabərdir 2M2. Bir də var kəmiyyətin ədədlə artması. Məsələn, deyirik ki, cismin kütləsi 15 kiloqram artdı. Onda yazırıq ki, M2 bərabərdir M1 plus 15. Və yaxud cismin kütləsi 15 kiloqram azaldı. O zaman yazırıq M2 bərabərdir M1 çıxılsın 15. Vektorların toplanması və çıxılmasına. Vektorların toplanmasının iki əsas qaydası var. Bunlardan birincisi üçbucaq qaydasıdır. Digəri isə paralleloqram qaydasıdır. Üçbucaq qaydasında nə edirik? Birinci vektorun sonuna ikinci vektoru gətiririk. Yazaq bura bir A vektoru çəkək. B vektoru ilə A vektorunu toplamaq istəyirsə, B vektorunu gətirib qoyuruq A vektorunun sonuna. Və A vektorunun əvvəlindən B vektorunun sonuna çəkilən vektor olur A vektoru, üstə gəlinsin B vektoru. Paralleloqram qaydasında isə hər iki vektor eyni nöqtədən başlayır. A vektoru ilə B vektorunu toplamaq istəyirik. Bura yazaq A vektoru, burada yazaq B vektoru. Belə olduqda paralleloqram qururuq. Və başlanğıcdan qarşı təpəyə çəkilən diaqonal bu vektorların cəmini göstərir. Bu vektor olacaq A vektoru, üstə gəlinsin B vektoru. Keçək vektorların çıxılmasına. Bəs vektorları necə çıxırıq? Deyək ki, A vektorundan B vektorunu çıxırıq. Yazaq A vektoru, burada çəkək B vektoru. A vektorundan B vektorunu çıxırıqsa, onda B vektorunun ucundan, sonundan A'ya vektor çəkirik. Bu vektor olacaq A vektoru çıxılsın B vektoru. A vektorundan B vektorunu çıxmaq elə A'nın üstünə B vektorunun əks istiqamətini gəlmək deməkdir. Pifaqor teoremi. Düzbucaqlı üçbucağın katetlərini A və B hərfləri ilə işarə edək. Hipotenuzunu isə C hərfi ilə işarə edək. Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı bərabərdir A kvadratı, üstə gəlinsin B kvadratı. Yəni katetlərin kvadratları cəminə. Buradan C-ni tapsaq olacaq kök altında A-nın kvadratı, üstə gəlinsin B-nin kvadratı. Keçək trigonometrik funksiyalara.
Əsas trigonometrik funksiyaları xatırlayaq. Bura bir alfa bucağı deyək. Alfa bucağının sinusunu tapdıqda yazırıq sinus alfa bərabərdir. Qarşıdakı katetin, sinusun qarşısındakı tərəf B-dir. B-nin hipotenuza nisbəti. Kosinus alfanı tapdıqda bitişik katetin, bucağa bitişik katetin, yəni A-nın C-yə nisbəti. Tangens alfanı tapdıqda qarşıdakı katetin, B-nin bitişik katetə nisbəti. Kotangens alfanı tapdıqda isə bitişik katetin qarşı katetə olan nisbətini tapırıq. Yadda saxlayın ki, tangens və kotangens bir-birinin tərsidir. Onda yazırıq ki, tangens alfa bərabərdir. 1 bölünsün kotangens alfa. Görürsünüz, biri B bölə yağdı, biri A bölünsün B'dir. Kotangens alfa da bərabərdir. 1 bölünsün tangens alfaya. Həmçinin ən vacib trigonometrik funksiya var ki, biz bunu da fizikada istifadə edirik. Sinus kvadratı alfa üstə gəlinsin. Kosinus kvadratı alfa bərabərdir 1-dir. Sonda çevrə ilə bağlı iki əsas məlumatı xatırlayaq. Çevrənin uzunluğu L bərabərdir 2πr düsturu ilə hesablanır. Radius diametrin yarısına bərabərdir. Ona görə çevrənin uzunluğunu biz πd şəklində də yaza bilərik. Burada π-nin qiyməti 3,14-dür. Amma məsələlərdə, fizika məsələlərində təqribi olaraq 3 götürülür. Çevrənin daxili bucaqlarının cəmi 360 dərəcədir. Radianla ifadə etsək 2π radiandır. 1 radian təqribi olaraq 57,3 dərəcədir. Amma məsələlərdə rahatlıq olsun deyənə 60 dərəcə götürülür. Beləliklə bu dərsdə qəbul imtahanında sizə lazım olacaq əsas riyazi anlayış və düsturları xatırladıq. Bu düsturları mütləq yadda saxlayın və çalışın ki, məsələ həll edərkən onlardan düzgün istifadə edəsiniz. Əgər video faydalı oldusa, bəyənməyi, kanalıma abunə olmağı və bildirişləri açmağı unutmayın. Növbəti videoda görüşürüz.